Qızma dərəcəsi 94-95 dərəcə. Və yağın dərəcəsi isə 180-183 dərəcə. Avtomobildə bunu görmək üçün Chevrolet sürücüləri Azərbaycanda dad edir. Son zamanlar yağın damleniyası barəsində demək olar ki, bəzi sürücülərimiz bu barədə bilmirəm, bizim bir neçələr çəkişimiz olubmu deyə və yaxud da nəyəsə görə bu barədə Chevrolet Malibuları çox yaxınlaşır. Və bu qardaşlar bir neçə ay bundan öncə, bax bu gördüyünüz Chevrolet Malibu modeli ölkəyə daxil olub. Mexaniki problemlə gəlib. Amerikada bilmirəm, sökülüb dərdi tapılıb, tapılmayıb. Amma bizim ölkədə dərdi tapılmayıb, dərdi burada tapılıbdır. Deməli, avtomobili mühərrikini söküblər, problemi aradan qaldırmaq üçün. Və problem aradan qalxmayıb, deyiblər ki, qardaş, qalovqanı dəyişir. Yaxınlar səhvət olmasa, qoy bu başdan danışım, o tərəfə olur. Gədə sağa düşdü, servisimiz, düzdür, sərgəsiz vəziyyətdədir, amma çəkiş edib elə gedirik. Deməli, avtomobili söküblər, deyiblər ki, qardaş, qalovqası dəyişirləsdir, qalovqada problem var. Qalovqanı dəyişiblər, problem aradan qalxmayıb. Sonra deyiblər ki, yox, problem qalovqada deyil, blokdadır. Blokda da nəsə partaq var. Bax, bu bloku da gördüyünüz üzrə dəyişiblər. Görürsünüz. Bax, yeni blokdur. Bloku da dəyişiblər. Deyiblər, yox, qardaş, blokluq da effekt deyil, gəl zubor motor dəyişək. Zubor motorda dəyişiblər. Deyiblər, yox, qardaş, bu motorda da problem var. Gəl başqa bir motor qoyaq avtomobilin üzərinə. Və bunu da qoyandan sonra maşın sahibi deyir, ya yandıracam, ya düzəldəcəm. Maşını da başımda götürüb bizim servisə yaxınlaşır. Mən hansısa bir problemi çəkib paylaşanda bəzi ağızda ləyirlər, çıxırlar ortalığa deyirlər ki, yaxşı ustanın reklama ehtiyacı yoxdur. Yaxşı usta reklam etməz. Bizim son 2 ay ərzində, 3 ay ərzində 3 dənə ya 2 dənə səhifəmizə atılan video olar ya olmaz. Sadəcə olaraq bu cür problemləri tapmaq birbaşa mənim hobbimdir. Siz necə ki, başqa bir şeydən hobbi tutursunuz, başqa bir şeydən həyatınızı maraq qatırsınız. Gecə saat 3'dür, amma biz bu servisdə bu problemi tapmaqla məşğuluq. Çünki mən bunun birbaşa həvəskarıyam. Və əziz qardaşlar, problem aradan qalxır və bu səfər konkret olaraq problemi çəkib göstərməyəcəm. Bəzi səbəblərə görə göstərməyəcəm ki, istəsiz maşın sahibinin nömrəsində verə bilərəm. İstəyən olsa maraqlansın, biz bu barədə ustaya köməkçilik edə bilərik. Problem yox, səhifədə əlaqə nömrəmiz var. Sadəcə olaraq bəzi səbəblərə görə konkret olaraq problem tapılmayıb, gəzib, gəlib bura çıxıb, biz bu problemi tapıb avtomobilin maşın sahibinə təhvil verəcəyik. Avtomobili də verəcəyik, bunları da verəcəyik. İstəsəniz bunları da maşın sahibi bir qismini qaytaracaq, lazım olanı isə sizə ucuz qiymətə verə bilər. Maşın sahibinin xahişi ilə bunu da deyirik. Nömrəsini də çəkib paylaşmırıq, çünki satdığa çıxan maşındır, maşın sahibi konkret olaraq bezibdir. Öpürəm, özünüzdən müğayət olun. Kim ki canından bezir, kim ki birbaşa həyatından küsür, narahat olmasın, biz buradayıq. Bağla.